Herkese selam, kanalıma hoş geldiniz. Ben Ersin. Bugün yeni bir videoyla karşınızdayım. Hal-hazırda burada fizika təkrar eləyirəm və bu günlər saat 6'da oyanmışam. Hal-hazırda saat 7'ye qalır 9 dəqiqə. Yəni bugünkü təqribi oyanandan 10-15 dəqiqə ayılmağa çalışdım. Təqribi 5 dəqiqə boş bıçaq fırlandım. Qalan vaxt fizika təkrar eləyirəm. Bu günləri bizim sınavımız olacaq fizikadan və o sınav vacibdir. Çünki bundan əvvəlki sınavda çox da belə parlaq bir nəticə yazmamışdım. 22 düzüm var idi 30 sualdan. Ona görə bu sınav yaxşı olmalıdır. 50'dən sualdan minimum bir 40'ını, 42'sini falan yazmalıyam. Elə bilin ki, bugün bir dənə olimpiyadam var. Saat 11'də başlayır Stemko. O da 100 dəqiqədir. Hazırlığım 2'də başlayır elə bilin. Yəni olimpiyada 11'də başlayır. 1'ə qalmış 20 dəqiqə bitir. Gənclikdə olacaq. Mən 1 saat 20 dəqiqəyə Gənclikdən hazırlığa getməliyəm. Böyük ehtimal promoya birbaşa hazırlığa gedərəm. Çünki onsuz 2 saatın 2 saatında sınav yazacaq. Yəni belə kitab falan götürməyimə ehtiyac olmayacaq. Bir dənə karandaş, bir dənə ruçka bəsim olacaq. Olimpiyada da ayrı bir zülümdür. Adamı ayrı bir şəkildə yorur. Çünki olimpiyada da təsəvvür edin, bir sual uzunluğundadır. Və o uzunluğun elə bilin bəlkə də 6 sətrində, 7 sətrində mənə lazım olmayan bir məlumat verir. Təqribi 2 sətrində, 3 sətrində mənə lazım olacaq bir məlumat verir. Və o məlumatı tapmaq üçün gərək hamısını oxuyasan. Yəni o başqa bir zülmdür. Təsəvvür edin, keçən il ondan əvvəlki il deyəsə, Çempionlar Liqası ilə əlaqəli bir dənə sual salmışdılar. Başlamışdı Çempionlar Liqası haqqında bəs məlumat vermək ki, Çempionlar Liqasında Avropanın güclü nə bilim komandalar yarışır, hər il keçirilir, FIFA keçirilir, UEFA eləyir falan. Yəni zibil məlumatları verir mənə. Sonra axırda nə bilim deyir ki, hər komanda ilə 2 dəfə düşür evdə, səfərdə. Bu komanda ilə bu komandanın düşmə ehtimalına da bir şərti bir dəqiqə paputu atdım. Məsəl üçün, demək üçün də bir zülümdür o da. Görək nə olur, xeyirlisi inşallah. Oturum indi bir dənə fizika təkrar eləyim. Hal-hazırda ara gəlib çatmışam. Həm burada şey demək, sınaq toplu 2-dəki bütün mövzulardan olacaq. Yəni ilk 6 bölmə keçmişik, o 6 bölmədəki bütün mövzular. Hal-hazırda da elektrik nüfuzluğunda dielektrik nüfuzluq imiş. Bu. Deməli, hal-hazırda saat 9'a qalır 15 dəqiqə və təqribi 35 dəqiqə sonra məktəbin qabağında olmalıyam ki, uşaqla görüşüm. Saçımı falan yəni azdan çoxdan düzəldə bildim. Sumkanı yığmışam. Yəni içinə bir dənə fizikadan qayda kitabını attım ki, yolda da oxuya bilim. Və indi powerbank attım. Bəlkə ona mikrofonu da bir dənə ataram sumkaya. Başqa da belə götürəcəyim bir şey yoxdur. Ruçka karandaş götürmək yadımdan çıxıb. Onları indi ataram. Sonra naşnik böyütümü atacağım. Все, bu məncə tam hazıram. Gedim bir dənə yemək yiyim. Yumurta falan yerəm böyle falan. Ondan sonra da evdən çıxaram, gedərəm məktəbin qabağına ki, görüşək. Hal-hazırda evdən çıxmışam, gedirəm məktəb tərəfi uşaqla görüşmək üçün. Oradan gedəcəyik Sentranidən, binəcəyik 133-ə, gedəcəyik Gəncliyə. İmtahan Odlagürd Universitetindədir. Hər şey çox qəşəng, prosta bizim bina xırda problemimiz var. Mənim buraxılış vərəqəm yoxdur. Yəni, mən özüm keçmirəm qeydiyyatdan, kursdan keçirdirlər və kurs məni keçirdi. Belə bilin, mən son gün yazdım onlara ki, bəs mənə də keçirdin də, mən də gedəcəyim imtahana. Və yenə mən dünən keçirdilər qeydiyyatdan. Dünənləri axşam mənim yadıma düşdü ki, mən bugün imtahana gedəcəyəm və buraxılış vərəqəsini mən dedim ki, axşam əyibdir, narahat eləməyim də cəmaatı. Axşam istəyirəm, sabah səhər dururam, istəyirəm. Səhər durmuşam, yazmışam, mesaj çatmır onlara. Və mənim buraxılış vərəqəm yoxdur bu dəqiqə. Gedirəm özümüz imtahana və bilmirəm nə olacaq, nə olmayacaq. Bilmirəm, zülüm. Yəni, Allah aklınızı xeyir eləsin. Elə binlər dəfə mən uzun video başlayanda axırında mən deməliyəm də Allah aklınızı xeyir eləsin. Saçımı da gücbala bir damla düzəldə bilmişdim. Təzdən külək vırdım, bunlar elədi. Heç nəzib. Ay, 130 buradan keçir. Qəşəng, bir də Sentraniyə getməliyik. Elə buradan minərik. Qəşəng. Deməli, Gəncliyə çatdıq. İndi bir də mola gedəyək yoluna keçmək üçün. Bir də molun içinə daha yaxındır da universitetə getməyə bildim ki. Molun ikinci çıxışından çıxandan sonra elə düzgeli tuta bilir yollar gördüm. İmtahan başlayacaq deyəsən 35 dəqiqəyə falan. Bizim də yolumuz uzaqbaşı maksimum 10 dəqiqə falan olacaq. Yəni ona görə rahatıq biraz. New York'a falan girdik və qiymətlər normaldan daha çox tutmaymış. Yəni orada olan bir dənə şortik mənim dəstindən daha bahadır. Niyə oldu bilmirəm, amma oldu. Uşaqlar, çatdıq imtahan verəcəyimiz yerə, Notlar Yurduna da.
Telefonu söndürüb içəri girirəm. Bilmirəm, ayaqlarım ağrıyır gözümdə, yoruldum. Belə. Uşaqlar ki, sənə videomda tualetlərini bəyənməmişdim, indi fikrimi dəyişdim. Hər mərtəbənin deyəsən öz tualeti var. Buranın ki, qəşəngiymiş, yəni ki, qodlar gördüyümdə oxuya bilərəm. Məni taqlaya bildilər. Sağ ol. Müəllim, hissləriniz necə olur? Olimpiada çıxışı. Çox rahat idi bu da. Bu biraz keçəndə 6 dənə min, 5 dənə minə integral sual yazıblar. Mən də integralın i'sini bilmirəm. Sonra fizika falan var idi, onu da yazanmədim. Zülüm bir dənə məsələ var idi. Yəni bərabər tədilli hərəkəti bilməm 90 dərəcə çevirmişlər. Ki deyəsən 4-5 dənə səhvim var. Bir 7-8 dənə yazmadığım var. Xeyirli olsun inşallah, amma integral zülüm, nə qədər integral salıblar? integral, limit. Hə, limit var idi. O şey işarə var. Loqaritm, hə, o integraldır. Sonra limit yox idi. Ln var idi, loqaritm var. Loqaritma var idi. Loqaritma var idi. Hə, 2 dənə törəmə var idi. Törəmədə ki, yəni fizikada keçdiyimiz törəmə deyildi. Tam belə ayrı bir şey çıxardıblar. Zülüm idi. Dərsləri Öyrənərdiniz. 2-dən yox, 6, yox, 8 çıx 2 böl 4. 8-in 4də biri. Yox, 8 çıx 2 böl 4. Ki, böyükdən balacanı çıxırsan, sonra 45-də axı 4-ə bölürsən. Görürsünüz, qaqaş. Başlayır. Şey, bir nəqə deyə indi, bir dənə fizikadan da. Cəhənnəm, səhər şey istəyirəm, 50-də 40 yazmaq. Bu dəqiqə bu başından 50-də 35-ə belə razıyam, yəni. Buna da şükür. Uşaqlar, təqribə 25 dəqiqə gecikdim. Pasyonka tərəfdə falan bir dənə probika var idi. Zibilə qalsınız, zülüm idi də. Mən də girəm içəri, yəni çatdım hazırda. Deməli, hal-hazırda fizikadan çıxdım. 50 dənə sualdan 36 dənəsini yazdım. 14 dənə falan səhvim var da. O 14 dənə səhvim Quran olsun. 7-8-i tamam belə şey səhvlərdir də. Diqqətsizlikdən zatdan, nə bilim, deyir, açarı qapadıqda deyir. Şəkildə də şey verib, açıq halını verib də. Mən götürmüşəm, açıqla işləmişəm, zat çox belə bot-bot səhvlərləmişəm. Prosta, yəni, olimpiyadan sonra da yazmışam deyənə. Yəni, olimpiyadan çıxandan sonra yolda probka idi, tərləmişəm falan. Yəni, başım ağrıyır, deyim şeyə girəndə, sınağı yazmağa başlayanda. Prosta, niyəsini bilmədiyim səviyyədə şey idi də, bir enerji var idi məndə, belə oynaya yazırdım sınağı. Amma sınaqdan sonra sınaq oynatdı da mən elə bilir ki. Amma yəni Allah deyəm, buna da şükür. Mən bundan pis gözləyirdim şeydən çıxandan sonra, olimpiyadan çıxandan sonra. Çünki olimpiyada sualları heç o deyildilər, çətin idilər. Sınaqda çətin idi. İkisi bir yerdə elə bilin ki, ulti açmışdılar da. Amma yenə də qəşəng. İndi bir dənə evə gedeyim, timim zarafatsız. Öyle avtobusda, yəni imtahanda bəlkə çox da yorulmamışdım ki, mən avtobusda yoruldum da. Oturmuşam düzü, amma Quran haqqı basa-basa avtobus. Pasolkada bir dənə şey var, tıxac var. Düşüb qaçsam, mən daha tez gedərdim də. Allah'ım, millim tərpənirdik də. Mənim zülüm, özdəki 20 dəqiqədə, da 25 dəqiqə hətta da elə bilin az vaxt yazdım mən. 1 saat 35 dəqiqə, normalda 2 saat idi sınav. Mən 1 saat 35 dəqiqə. O da hələ 10 dəqiqədə tez verdim testi. 1 saat 25 dəqiqəyə yazdım burada. Acəhətdən yaxşı idim əslində. Yəni 2 saat, normalda 2 saat da yazmalıydım mən bunu. 1 saat 35 dəqiqəyə mənim vaxtım var idi. 10 dəqiqədə test qurtardım nə desə. 1 saat 25 dəqiqəyə mən bunu yazdım, verdim. Amma 30 saatı nə gəldi? Bilmirəm. Yəni 10 dəqiqəni saxlasaydım da, 25 dəqiqə tez də gəlsəydim falan, böyük ehtimalla çox da bir dəyişiklik olmayacaqdı. Ölüm bir fərq olmazdı. Amma daha yaxşı ola bilərdi, ola bilərdi. Amma olmadı. Gələn dəfə inşallah. Yəni gələn dəfə şey yazdıq müəllim dedi. Toplu bilib, bir də toplu işlər nələr keçmişdir. Ümumi. Deyin etsən. Yəni ki. Zülüm. İndi də evə gedim. Timim. Normalda ingilis dili işləmək istəyirdim bu günləri. Amma bilmirəm, işləmərəm. Əsas bir ehtimalla video falan çəkərəm. Çünki bu dəqiqə dərs zad eləməyə Quran and olsun. Bilməm, qıram axıdım yoxdur. Başım partlayır. Yəni videoda bilməm, bəlkə çəkmərəm. Çünki heç axıdım yoxdur. Prosta yəni gözümü yummaq istəyirəm, yatmaq falan istəyirəm. Bir dənə baş ağrım keçsin də mənim. Bilməm ki, bəlkə yemək yesəm düzələr, bilmirəm, heç nə bilmirəm. Prosta gedirəm özüm üçün bu dəqiqə. Yemək nə eləməyi falan o belə yadımda deyil.
Deməli, indi saat 9 işləyir 10 dəqiqə. Mən evə gələndən sonra yatdım. Bir damcı çimmədim, yatdım. Oyandım, sonra çimdim. Və heç bir şey eləmədim. Yəni, bildiyiniz heç nə eləmədim. Çünki yorğunçuluqdan, yəni öldüm də bu günləri. Oturub indim. Bilmirəm nəsə eləyərəm. Niyə böyük ehtimalla bu videoları editləyərəm, paylaşmağı da bilmirəm. Amma bugün paylaşıram, hesaba paylaşaram. Görüm mümkünsə short video falan çəkim bir damcı. Böyük ehtimalla bunun sabah paylaşaram. Bu günləri bir dənə short video çəkim hal-hazırda onu paylaşım. Və sabahları 2 dənə imtahanım olacaq yenə. Biri nə harda nə zamandır deyəsən. O birisi də ki, yəni kompüterdə verəcəyim o tipli bir şeydir. Yəni imtahanların ikisinin də haqqında bir məlumatım yoxdur. Bir də amma bilirəm ki, ikisi də komanda halındadır və uşaqlar ilə gəlirsən, deyim gəlirəm. Yəni mən də varam. Və içində nə var, nə yox, heç bir fikrim yoxdur. Yəni bu video uzun oldu, qısa oldu, maraqlı oldu, pis oldu, yaxşı oldu falan heç nə bilmirəm, amma ümidvaram bəyənərsiniz. Yəni bəyəndinizsə like, bəyənmədinizsə dislike atıb kanala abunə olmağı, videoda şərhlər hissəsində öz fikrinizi yazmağı unutmayın. Maç elədim, amma buzu gələn videolarda görüşənə qədər inşallah.